Moskva İrana xarici hərbi müdaxilənin qəti əleyhinədir. İranda mümkün dövlət çevrilişi Rusiyanın milli maraqlarına cavab vermir. Bu fikirləri İTV Xəbərin Moskva bürosuna müsahibəsində Rusiyanın Nasionalnaya Oborona jurnalının baş redaktoru tanınmış hərbi ekspert Igor Korotchenko bildirib. Rusiyalı ekspert İrandakı siyasi hakimiyyətin dəyişiləcəyi təqdirdə bunun Rusiya üçün hansı nəticələrə gətirib çıxara biləcəyindən danışıb. Daha ətraflı xüsusi müxbirimiz Fərid Əkbərov xəbər verir. İranda baş verən hadisələr xaricdən idarə olunur və bu faktiki olaraq dövlət çevrilişi məqsədi daşıyır. Rusiyanın mövqeyi ondan ibarətdir ki, İran rəhbərliyinə və cəmiyyətinə vəziyyəti sabitləşdirməyə imkan verilməlidir. Moskva, ABŞ-nin iştirakı ilə İrana qarşı təhdidlərin bu ölkədəki vəziyyətin hərbi müdaxilə yolu ilə daha da gərginləşdirilməsinə qarşıdır. Rusiyalı ekspertin fikrincə İranda siyasi rejimin dəyişdiriləcəyi real deyil. Moskva ümid edir ki, İran hakimiyyəti zəif davranmayacaq və dövlət çevrilişi cəhdinin qarşısını alacaq. Bütün hallarda hakimiyyət zəiflik nümayiş etdirirsə, bu gələcək eskalasiya üçün əsas təşkil edir. Ona görə də İranın taleyi hər şeydən əvvəl bu ölkənin siyasi rəhbərliyinin əlindədir. Bununla belə, etiraf etmək lazımdır ki, İranın maliyyə, iqtisadi vəziyyəti heç də asan deyil. Bu isə İranın daxili işidir. Moskva İranda baş verən etirazların Vaşinqtondan idarə edildiyini iddia edərək, onu dövlət çevrilişi cəhdində ittiham edir. Amerikalı ekspertin sözlərinə görə isə Rusiyadan səsləndirilən bütün ittihamlar əsassızdır. Bu iddialar öz hüquqları uğrunda və İran üçün daha yaxşı bir gələcək naminə mübarizə aparan, həyatlarını riskə atan və çox vaxt itirən tərəf olan etirazçıların özlərinə qarşı da alçaldıcıdır. Ona görə də Moskvadan səslənən bu cür bəyanatlar mənim fikrimcə sadəcə təbliğatdır və İran rejiminin təbliğat xəttini dəstəkləmək məqsədi daşıyır. Həmin təbliğat xətti isə bundan ibarətdir ki, güya Tehran və İranın digər bölgələrində yaşayan insanlar bizdən elə də narazı deyirlər. Sadəcə kənar qüvvələr tərəfindən qızışdırılırlar. Və təbii ki, Tehranla Moskvanın hər şeydə günahlandırmağı ən çox sevdiyi kənar qüvvə ABŞ-dir. Kremlin kabinetlərində danışılanlara istinad edən şərhçilərin proqnozları belədir. İranda dövlət çevrilişi Rusiyanın milli maraqlarına cavab vermədiyi üçün Moskva İrana tam həcmdə siyasi dəstək verəcək. Fərid Əkbərov, İTV Xəbər, Moskva.